Azərbaycanda əsas kapitala yönəldilən illik 22,1 milyard manatlıq investisiyaların 9,7 milyard manatı, yəni 44%-i regionların payına düşür. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Parlamentin Regional Məsələlər Komitəsi tərəfindən Azərbaycanda regionların, yerli demokratiyanın və özünü idarə etmənin inkişafında Heydər Əliyev irsi mövzusunda keçirilən konferansda deyib. O qeyd edib ki, hazırda regionlarda 33 milyard manatdan çox ümumdaxili məhsul formalaşır. Eyni zamanda Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmraslanov paytaxtın köçürülməsi ilə əlaqədar fikirlərin, təkliflərin rasional hesab edilmədiyini deyib. Hazırda 62,2 milyard manatlıq pərakəndə ticarət dövriyyəsinin 24,5 milyard manatı bölgələrimizin payına düşür. Bölgələrimizin turizmdə payının artması müşahidə olunur. Hal-hazırda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin yarıdan çoxu bölgələrin payına düşür. Bu təbii ki, xüsusən də daxili turizmin inkişaf baxımından çox vacibdir. Paytaxtın köçürülməsi məsələsi irəli sürülür. Biz bunu rasional hesab etmirik. Bu ayrı bir bəlkə də müzakirənin mövzusudur. Hesab edirik ki, paytaxtın köçürülməsi əvəzinə məhz regionların inkişafı tədbirləri daha geniş həyata keçirilməlidir. Bu günləri regionların inkişafı böyük qayıdış proqramı ilə tamamlanır. Vaxtilə döyüş bölgələri olan ərazilərimiz bugün quruculuq meydanına çevrilir və bu da bir növ ərazilərin, regionların inkişafını tamamlayan olduqca maştablı, miqyaslı bir dövlət sənədidir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçiriləcəyi 17-22 may tarixlərində Bakı şəhərindəki bəzi təhsil müəssisələrində tədrisin təşkilində dəyişikliklər ediləcək. Bu barədə Elm və Təhsil Naziri Emin Əmrullayev əmr imzalayıb. Belə ki, ümumi təhsil müəssisələrinin məktəbə hazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-sinə dək tətil müəyyən ediləcək. Bundan başqa Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla Bakı şəhərinin digər rayonlarında orta məktəblərin 5-11-ci siniflərində dərslər mayın 18-dən 22-sinə dək distant formada keçiriləcək. Eyni zamanda əmrdə Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin həmin müddətdə məsafədən təşkili qeyd olunub. Vaşinqtonun Tehrana iqtisadi təzyiqləri davam edir. Ağ Ev dəniz blokadası vasitəsilə İran iqtisadiyyatını çöktürməyi və beləliklə Tehranı müəyyən güzəştlərə razı salmağı hədəfləyib. Gündəlik yarım milyard dollar itirdiyi deyilən Tehran isə blokadanı müharibə aktı adlandıraraq geri addım atmır. Bəs Birləşmiş Ştatlar hərbi müdaxilə ilə əldə edə bilmədiklərinə iqtisadi təzyiqlərlə